Salam əziz tələbələr. Artıq imtahanın da vaxtı verildiyi üçün yavaş-yavaş sınaqlarımızın sayını artıracağıq. Eyni zamanda izahlarımız da artmış olacaq. Vaxt itirmədiyində suallarımızın izahına başlayacağıq. Birinci sualımız analogiya sualdır. Baxın, diqqətlə baxmış olsaq, verilmiş sözlərdən bir cümlə qurmağa çalışsaq nə alınacaq? Baxın, ərzaq harda olur? Soyuducuda və ya tərsinə soldan sağa gedək. Mətbəxdə nə olur? Soyuducu. Soyuducunun içində nə olur? Ərzaq. Ərzaqlardan biri nədir? Ətdir. Belə bir ardıcılıq quraq. Baxın, universitetdə nə olur? Auditoriya. Auditoriyanın içində nə olur? Mebel. Mebellərdən biri hansıdır? Stol. Hər iki bənzəyir, amma heç bir halda birbaşa variant seçmək olmaz. Digər variantlara da baxmaq lazımdır. Baxın, yeşikdə ambar olmur. Mətbəxdə soyuducu olurdu. B7. Otaqda rəf olur. Rəfdə lüğət olur. Amma lüğətlərdən biri kitab deyil. Kitablardan biri lüğət olardı. S yanlışdır. Yarışda finish. Tutaq ki, olar. Finishdə at. Baxın, artıq atda start mənasızdır. Daha sonra idarədə kabinet olur. Kabinetdə sənət olur. Amma sənətlərdən biri məmur deyil. Bizdə ərzaqlardan biri nə idi? Ət idi. Deməli, Y də yanlışdır. Həqiqətən variantı doğru cavab olmuş olur. Növbətdə sualımız. Mətnin məntiqi təhlilidir. Yazılıb ki, dayanacaqda 7 avtomobil dayanıb. 3 avtobus yanaşı durub, bir avtobus isə minik və yük avtomobillərin arasındadır. Yük avtomobilinin qonşuluğunda minik avtomobili var. Mümkün düzülüş variantlarındakı neçənci yerdə həmişə avtobus, minik və yük avtomobillərindən yalnız biri dura bilər. Deməli, burada müəyyən ehtimallar var. Biz bu ehtimalları quranda görəcəyik ki, elə bir yer var ki, burada konkret olaraq həmişə ya minik avtomobili durub, ya yük ya da avtobus durub. İndi onu tapmağa çalışacağıq. Baxın, 7 dənə maşınımız var. 1, 2, 3, 4, 5, 6 və 7. Yazılıb ki, 3 dənə avtobus yanaşı durub. Baxın, bu 3 dənə avtobus mütləq şəkildə ya əvvəldə ya axırda yanaşı duracaq. Məsələn, ortada 3 dənə avtobus yanaşı yaza bilmərəm. Nəyə görə? Baxın, belə bir şərtim var ki, yük avtomobilinin qonşuluğunda, daha əvvəldə daha doğrusu, baxın, bir avtobus minik və yük avtomobilinin arasındadır. Deməli, avtobus buradadırsa miniklə yük bu şəkildə olacaq və ya bu şəkildə. Əgər mən 3 dənə A-nı ortaya yazsam, bu cütlüyü, daha doğrusu bu 3 dənə hərfi yanaşı heç bir yerə düzə bilmərəm. Deməli, nə olur olsun, avtobuslar ya əvvəldə olmalıdır, ya sonda olmalıdır. Bu birinci ehtimaldır. Daha sonra mən bunları necə yerləşdirə bilərəm? Baxın, istəsəm bura yazaram. Bu bir ehtimal olar. Və belə bir şərtim var ki, yük avtomobilinin qonşuluğunda minik avtomobili var. Buraya əlavə bir minik atıram ki, yükün qonşuluğunda minik olsun. Bu oldu birinci ehtimal. İkinci bir ehtimal quracam. Yenə üçü də olsun əvvəldə. Bu səfər mən nə edəcəm? Baxın, əvvəlcə bunu yazmışdım. Elə deyil, indi bunu yazacağım. Baxın, may şəklində bunu yazıram bura. M, A, və Y. İndi yük avtomobilinin qonşuluğunda minik avtomobili varsa, bura minik avtomobilini yazdım. Hələ ki, hər hansı bir problem yoxdur. Keçirəm üçüncü ehtimala. Artıq burada, baxın, ehtimallarımı qurmuşam. 2 dənə fərqli ehtimal. İndi gəlin bu avtobusları sona yazaq. Dedi ki, ya əvvəldə olmalıdır, ya sonda olmalıdır. Yenə eyni qaydada bu ardıcılıqları yazıram. Baxın, ya bu şəkildə olacaq, bura minik yazacağım. Və ya burada əlavə bir ehtimal olacaq. Baxın, necə? Burada tutaq ki, olacaq yenə minik, yük, yenə burada avtobus, yenə burada minik. Digər hissələrdə avtobuslar ardıcıl dayandı. İndi sual belədir. Elə bir yer olmalıdır ki, elə bir sıra olmalıdır ki, orada konkret olaraq həmişə bütün ehtimallarda ya avtobus olsun, ya minik olsun, ya da yük olsun. Birinci sırada avtobus olduğu halda var, minik olduğu halda var, yanlışdır. İkinci sırada avtobus da var, yük də var, yanlışdır. Üçüncü sırada avtobus da var, yük də var, yanlışdır. Beşinci sırada yük də var, avtobus da var, yanlışdır. Altıncı sırada avtobus da yük də var, yanlışdır. Yedinci sırada minik də var, avtobus da var, yanlışdır. Yeganət 4-cü sıradır ki, orada bütün ehtimallarda konkret olaraq minik avtomobil durdu. Fərqi yoxdur. Hamısı avtobus olsa da seçəcəkdik. Hamısı yük olsa da seçəcəkdik. Sadəcə bütün ehtimallarda eyni avtomobil durmalıydı. Deməli, doğru cavabımız nə oldu? B variantı 4 olmuş oldu. Keçirik 3-cü suala. Şəkil cədvəllərlə bağlı bir sual tipidir, nisbətən çətindir. Baxın. Deməli, qayda-qanunluq nə olacaq? Birinci şəkil, üçüncü şəkil və ikinci şəkil. Belə baxmış olsaq. Baxın, burada daxildə olan kiçik fiquru burada çıxardıb qoyub kənara. Baxın, 5 bucaqlı idi, 5 bucaqlını qoydu kənara. Burada xaricdə olan, baxın, bu 8 bucaqlı fiqur var.
onu salıb burada daxilə. Eyni qaydada. Baxın, daxildə olan altıbucaqlının kiçik fiquru böyüdüb çıxardıb kənara. Burada kənarda olan böyük fiquru neçə bucaqlıdır? 3, 3, 6, 8. Həmin fiquru, baxın, burada salıb daxilə. İndi mən nə edəcəm? Baxın, mən burada daxildə olan bu fiquru çıxardacam ən kənarda. Ən kənara baxın, ən böyük fiqur kimi göstərəcəm. Neçə tərəf var? Biraz böyüdürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 tərəfli bir fiqurdur. 8 bucaqlı bir fiqurdur. Deməli, bu daxildəki fiqur nə edirdi? Çıxırdı ən kənara. Ən kənarda 8 bucaqlı bir fiqur olmalıdır. Artıq baxsaq, bir dənə doğru cavab variantımız var. Baxaq, burada da 8-dirmi? 1, 2, 3, 4, 5, 6, 7, 7-dir. Yeni də silən kimi neçə variantı qalmış olur. Eyni zamanda burada xaricidə olan bu 5 bucaqlı nə olacaqdı? Düşəcəkdi ən daxilə, mərkəzə. Həqiqətən baxın, həmin 5 bucaqlı daxildə burada mərkəzdə verilib. Deməli, C variantı tamamilə doğrudur. Keçirik 4-cü suala. Dedik ki, müxtəlif rənglər, eyni fiqurlar gördüksə rənglərin toplanması formasına baxırıq. Baxın, bu hissəm ağdır, burada ağdır, burada verib qaranı. Yəni, ağ plus ağ bərabərdir qaraya. Daha sonra, qara, qara, verib ağı. Qara plus qara, verib ağı. Növbəti, ağ rəng, qara rəng, verib qara rəngi. Ağ plus qara, verib qaranı. Bir dənə qaldı, qara plus ağ. Baxın, qara plus ağ. Bu da verib qaranı yenə. Qara plus ağ da bərabərdir qaraya. Sübut etmək üçün istənilən bir yerə baxa bilərsiniz. Məsələn, baxın, qaradır, burada qaradır. Qara plus qara nəyə verib? Ağı verib yenə. Həqiqətən mən bunu onsuz əvvəldən görmüşdüm. Deməli, tapdığım qayda-qanunluq doğrudur. Gəlib birbaşa aşağı tətbiq edəcəm. Baxın, bu hissəm qaradır. Bura ağıdır. Qara plus ağ bizə qaranı verirdi. Deməli, ən kənar hissəm qara rəngdə olmalıdır. B-ni yeni sildim. Daha sonra, baxın, bu ortaya baxaq. Bura qaradır, burada qaradır. Qara plus qara bizə ağı verməlidir. D-ni sildim. Ən sonda, mərkəz ağdır, mərkəz ağdır. Ağ plus ağ bizə qaranı verməlidir. Ən mərkəz nə olmalıdır? Qara olmalıdır. A-nı silən kimi C variantı doğru cavab kimi qalmış olur artıq. Növbəti keçirik neçənci sualımıza? 5-ci sualımıza. Şəkil ardıcıqları ilə bağlı bir sual tipi dəstəsində. Baxın, birinci, ikinci, üçüncü sırada müəyyən fiqurlar verilib. Məsələn, ixtiyari bir fiqurla gedirəm. Tutaq ki, buradakı baxırıq nəyə? Şahmat fiquruna bənzər fiqura baxırıq və ya buradakı sanki divara baxırıq, kərpic fiquruna baxırıq. Baxın, 1, 2, 3, 4, 5, 6. 6 addım attı gəldi sağa. Sağa doğru 6 addım attı gəldi bura. Yenə 1, 2, 3, 4, 5, 6. 6 addım sağa attı gəldi bura. Deməli, fiqurlar müəyyən istiqamətdə, müəyyən sayda hərəkət edirlər bir-bir. Amma hamısı eyni hərəkət etmir. Məsələn, baxın qara kvadrata. 1, 2, 2 addım attı sağa gəldi bura. Yenə 1, 2, 2 addım attı gəldi bura. Növbəti bir də getsə 1, 2, 2 addım atıb bura gəlməli idi. Deməli, biz nə edirik? Fiqurları müəyyən istiqamətdə, müəyyən sayda hərəkət etdiririk. 1-dən 3-ə doğru. Amma burada 3-dən 1-ə doğru qayıtmışam. Yəni, geri qayıtmışam. Yuxarıda hansı qayda-qanunluq tətbiq edəcəmsə, burada onun əksini tətbiq etməliyim. Bu bir. İkincisi, baxın, 3-dən 1-ə gəlləmsə, arada 2 də var. Bunu nəzərdən qaçırtmamalıyam. Yəni, 3-dən birbaşa 1-ə 1 addım atmıram. 2 dəfə hərəkət edirəm, 2 addım atıram sanki. İndi gəlin hər hansı ixtiyar bir fiqurla baxaq. Məsələn, şahmat fiquruna. Şahmat fiquru buradaydı. Bir addım sola, bir addım sola. Deməli, sola doğru bir addım hərəkət edirdi. Birdən 3-ə doğru gəldikdə. İndi nə edəcək? Sağa doğru bir addım hərəkət edəcək. Çünki əksinə gedir. Birdən 3-ə gəlirdi, indi 3-dən 1-ə gedir. Sağa doğru bir addım atacaq, bura gələcək, ikinci şəkildə. Bir addım atacaq, gələcək, bura birinci şəkildə. Deməli, 3-cü yerdə hansı fiqur olacaq? Bu şahmat fiquru olacaq. Gəlib baxıram, 3-cü yerdə şahmatı olmayan variantları silirəm. D-ni, B-ni, A-nı sildim. İndi baxın, C ilə Y qaldı. Burada qara kvadrat əvvəldə verilib, burada ikinci yerdə verilib. Gələn qara kvadratın vəziyyətinə baxaq. Mən bilirəm ki, qara kvadrat işarəsi 2 addım sağa gedirdi. İndi nə edəcək? 2 addım sola gələcək. Buradadır. 1, 2 addım atsa gələr bura. İkinci şəkildə. 1, 2 addım atsa gələr, baxın, tam bura. Hansı şəkildə? Birinci şəkildə. Deməli, ikinci yerdə qara kvadrat olmalıdır. O da Y variantında verilib deyə doğru cavabımız olur Y. Artıq sen də silə bilərik. 6-cı sualımız. Qatlanmış kağızın açılması ilə bağlı bir sual tipidir. Dedik ki, bu tip suallarda sonuncu kəsiyi tapmaq lazımdır. Baxın,
Əvvəlcə sağdan sola kağızım qatlanıb. Sonra yuxarıdan aşağı bir daha qatlanıb, bir də aşağıdan yuxarı baxın. Bir daha yuxarıdan aşağı bir də qatlanıb. Çünki buradakı baxın təpə nöqtəsi gəlib burada qalıb sanki. İndi bunu bildik. Daha sonra mən nə edəcəm? Deməli mənim qatım olub burada sanki. Sonuncu qatım. Buradakı kəsiyə baxın. Həmin kəsik gəlib hara düşəcək? Sanki həmin kəsik gəlib düşəcək bura. Burada belə bir kəsik olacaq. İndi mən maksimum sərgəli çəkməyə çalışacağam, amma variantlar işini görəcəksiniz. Deməli, bilirik ki, sonuncu kəsik doğru cavab variantında olduğu kimi qalmalıdır. Bütün cavab variantlarında həmin hissədə kəsiyin var, hər hansı bir problem yoxdur. Və daha sonra verilmiş qatlar boyunca simmetriya baxmalıyıq. Baxın, mənim burada belə bir kəsiyim var idi, elə deyil. Bu hissədə belə bir kəsiyimiz var idi. Bu qat boyunca buradakı kəsik yuxarı keçməlidir. Yəni, o qat gəlib bu kəsiyə düşəcək, düşəcək bura. Belə bir kəsik olacaq. Daha sonra mən bunu baxın, bu qat boyunca açmağa çalışacağım. Amma hamısını açmayacağım. Gəlib cavab variantlarında sadəcə simmetriyanı da yoxlaya bilərəm. İstəsək aça da bilərik, problem yoxdur. Amma bəzən çətin fiqurlarda çətin olacaq. Bunu yuxarı doğru açmağa çalışdıq bu qat boyunca. Bu kəsik gəlib düşəcək bura. Baxın, bu kəsik də gəlib düşəcək bura. Olacaq belə bir kəsik. Daha sonra da baxın, bu qat boyunca bunu açmağa çalışdıqda. Mənim bu kəsim gəlib bura düşür. Bu kəsik gəlib bura düşür. Bu bura düşəcək. Bu da gəlib düşəcək bura. Təxmini olaraq belə bir kəsik almış olacaq. Gəlib cavab variantlarını artıq baxmış olsaq görək hansı alınıb. Baxın, 2 dənə ortada dairəvi kəsiyim var. A yanlışdır. D yanlışdır. Şaqül vəziyyətdə idi bu kəsiklər. Daha sonra baxsaq, bizdə kəsiklər mərkəzdədir. Y-də kənarlarda verib yanlışdır. Baxın, bizdə belə bu vəziyyətdə kəsik yox idi ümumiyyətlə. C yanlışdır. B variantı doğru olmuş olacaq. Dediyim kimi, əgər çəkmək çətin olursa kəsiklər üzrə, açmaq daha doğrusu, onları şəkillər, fiqurlar yaratmaq çətin olursa, simmetriya baxmalıyıq. Bizim bir bu qat boyunca, baxın, simmetriyamız olacaq. Tam bura gələcək, ortaya. Daha sonra, baxın, bu qat boyunca simmetriyamız olacaq. Bir də sonda bu qat boyunca simmetriyamız olmalıdır. Biraz daha sərgəli çəkim. Baxın, bu 3 qat boyunca gəlib sadəcə simmetriya yoxlayacaqsınız. Baxın, bu qat boyunca, birinci çəkdiyim qat boyunca bu şəkil bura simmetrik keçdi. Sonra buradakı 2 dənə kəsik simmetrik olaraq, baxın, bura keçib. Ən sonda bu qat boyunca simmetrik olaraq şəkillərim sağa keçib, deməli, heç bir problem yoxdur. Amma siz cavab variantlarını gəlib yoxlayanda görəcəydiniz ki, baxın, məsələn, mən bu qat boyunca simmetriyamı açdıqda, baxın, buradakı qat boyunca simmetriya baxdıqda, bu kəsik gəlib düşməli idi bura, amma düşməyib. Deməli, əslində elə burada problem yaranacaqdı, variantı buna görə silmiş olacaqdıq. Artıq çox üstə qalmıram, keçirim 7-ci suala. Yazıb ki, oktaedrin düzgün açılışını müəyyən edin. Baxın, nəyə yadda salmaq lazımdır? İxtiyari bir oktaedrdə hər hansı bir təpəyə maksimal neçə sayda fiqur birləşə bilər, bunu bilmək lazımdır. Oktaedr 8 dənə üçbucaqdan ibarət bir fəza fiqurudur. Və ixtiyari bir dənə nöqtə götürdükdə ora maksimum birləşə biləcək üçbucaq sayı 4-dür. 4-dən artıq üçbucaq birləşibsə bu yanlışdır. Bir bu. İkincisi də simmetriya olmalıdır mütləq şəkildə. Necə ki, kub suallarında biz məsələn 4 dənə burada kvadratı gördükdə, biraz sərgəli çəkim, daha aydın başa düşəsiniz. Tutaq ki, bizdə 4 dənə tərəf burada mərkəzdə verilib. Bir dənəsi burada verilirdi, bir dənəsi burada verilirdi. Elde tutaq ki, simmetrik olurdu. Yəni biri xəttin üstü olurdu, burada olmaya da bilərdi. Məsələn, burada da ola bilərdi. Biri aşağıda olurdu. Yəni bir bu simmetriyanı gözləməliyik. Bir də bilməliyik ki, bir dənə ixtiyari nöqtəyə maksimal 4 dənə tərəf birləşə bilər. Baxın, məsələn, bu nöqtəyə baxsam, 1 üçbucaq, sonra 2 üçbucaq, 3 üçbucaq, 4 üçbucaq, 5 üçbucaq. 5 dənə üçbucaq birləşib yanlışda variantını sildim. Sonra, baxın, məsələn, bu nöqtə 1 üçbucaq, 2, 3, 4. 4 dənə üçbucaq birləşdi. Və ya digərinə baxaq. 1, 2, 3, 4, 5 dənə üçbucaq birləşdi artıq. Deməli, B variantı nədir? Yanlışdır. Məsələn, bu nöqtə, burada baxan kimi simmetriyanın olmadığını görürük. Elə B variantında da simmetriya yox idi. Bu üçbucaqlardan biri digər tərəfdə olmalı simmetrik olması üçün. Yenə sayılara baxıb da silmək olar. 1, 2, 3, 4. Bir problem yoxdur. 1, 2, 3, 4. Bir problem yoxdur. Amma biz bilirik ki, onsuz da nöqtələri əsasən burada silə bilməyəcəkdik təəssüf ki. Amma biz bilirdik ki, simmetrik bir fiqur yaranmalıdır.
Yəni biz onları birləşdirdikdə son nəticədə qarşı-qarşıya müəyyən üstbucaqlar alınmalıdır. Yəni qarşı üzləri yarada bilməliyəm. Baxın, məsələn, mən burada bu qarşı üzləri görə bilirəm. Amma Y variantında bunu görmürəm. Y variantında bu üçbucağım bütün üstbucaqları aşırdıqda toxunacaq hamısına. Deməli, bəs bunun qarşı üzü harda olacaq? Olmayacaq. Deməli, Y variantı birbaşa yanlışdır. Eyni qayda C variantında. Mən bu üçbucağı aşırdıqda gəlib buna belə toxunacaq. Hamısına toxunacaq. Deməli, burada qarşı üz yaratmaq olmayacaq. Və burada simmetriyanı qoruya bilməyəcək. Deməli, bu variant nə olacaq mütləq şəkildə? Yanlış olmuş olur. Yeni seni silən kimi D variantı tamamilə doğrudur. Baxın, maksimal 1, 2, 3, 4 dənə üçbucaq birləşdi. 1, 2, 3, 4 dənə üçbucaq birləşdi. Eyni zamanda simmetrikdir. Biri soldadır, biri sağdadır. Bir-birinin qarşı üzləridir sanki. D variantı doğru oldu. Keçirik 8-ci sualımıza. Yazıb ki, sırada artıq olan hansıdır? Baxın, bu güzgü əksi ilə bağlı sual tiplərinə aiddir. Bilirdik ki, bu tip suallarda daha önce çox işləmişik. Nə edirik? Baxın, sola doğru neçəsi baxırsa, məsələn, boyun hissəsinə baxıram. Sağa doğru da o sayda baxmalıdır. Çünki hər bir fiqurun irəlidə güzgü əksi var. Artıq çox dərinə düşüb güzgü əksini çəkməyəcəm. Çünki daha önce bu suallardan işləmişik. Deməli, gəlib sayıram. Baxın, sola doğru baxan 1, 2, 3, daha sonra 4, növbəti 5, daha sonra 6 və 7. Boyun hissəsində 7 dənəsi sola doğru baxır. Əgər güzgü əksidirsə, sola neçəsi baxırsa, sağa da o qədər baxmalıdır. Güzgü əksində tam simmetriya var idi axı. Solda nə varsa sağda da olmalıdır. 7 sola baxırsa, 7 də sağa baxmalıdır. Gəlin sağa baxanları sayaq. 1, 2, 3, 4, 5, 6. 6'sı da sağa baxdı. Baxın, artıq olanı tapmalıyam. Əski olanı yox. Deməli, artıq olan məndə nədir? 1 dənə sola baxan məndə artıqdır. 7 dənə idi, deməli 6 dənə olmalıydı. Deməli, 1 dənə sola doğru baxanı silmiş olacağım. Gəlib baxıram. Sola doğru baxır, sola doğru baxır, sola doğru baxır. 3 dənə variant var. Hər ikisi ilə anı sildim. Bəs variantı birbaşa tapa bilmirəmsə nə edəcəm? Keçib başqa bir asan olan hissəyə baxacağım. Gəlin baxaq. Əlimizdə qalıb B, D və Y variantları. Bunların üçündə də fərqli olan hissələr məsələn hansılar ola bilər? Baxın, bu hissə nisbətən fərqlidir. İkisində sola baxıb, birində sağa. Gəlin baxaq ora. Baxın, sola baxır. 1, 2, 3, 4, 5, 6, 7. 7'si sola baxırsa, deməli neçə sağa baxacaq burada? Əslində 7'si də sağa baxmalıydı. Amma sağa baxanların sayı öncədən də bildik ki 13 fiqurumuz var deyə 6'dır. Gəlin istəyirsiniz göstərək. Baxın 1, 2, 3, 4, 5, 6. 6'sı da baxdı sağa. Dedik axı artıq olanı axtarırıq deyə sola baxanlardan birini silməliyik. İndi sola baxanları silmiş olsaq, baxın, sola baxanda yanlışdır. Sayı az olmalıdır. Daha doğrusu sola baxandan silməliyəm. Artıq olanı tapıram. Deməli sağa baxan varsa bunu siləcəm. Baxın, burada sağa baxan var. Y variantını sildim. Bir də qaldı bizdə hansıysa ayaq hissəsi. Bu sağa baxır, bu sola baxır. Biri artıq olmalıdır. Gəlin indi ayaq hissələrini sayaq. Birinci sola baxanları siləm. 1, 2, 3, 4, 5, daha sonra 6. 6 dənəsinin ayaq hissəsi baxır sola. Avtomatik 13 dənə fiqur olduğu üçün 7'si də baxacaq sağa. Deməli artıq olan hansıdır burada? Ayaq hissəsində sağa baxanlardan biri artıqdır. Yəni sağa baxanı götürmüş olacağım. Baxın, o da harda verilib? D variantda verilib. Sağa baxır, deməli bu artıq fiqurdur. B-ni də silən kimi D variantda doğru cavab kimi qalmış olacaq. Növbəti 9-cu sual. A, B, C, D ardıcılığını tapmağa çalışmalıyım. Dedik ki, bu tip suallarda mütləq birinci hər fiqura birləşən və hər fiqura çıxan xətlərin sayını, yəni kodları yazıram. B-nin kodu 4'dür. L-in kodu 2'dir. 2 dənə xət çıxıb. C-dən 4 xət çıxıb. D-dən 4 xət çıxıb. N-dən 2, F-dən 3, A-dan 4, Y-dən 3. Dedik ki, bunu sağ tərəfdə də yazaq ki, hər zaman işimiz daha rahat olsun. Sürətli şəkildə sağ tərəfdə də yazıram. Daha sonra, indi baxın. Hər zaman çalışın birinci nəyə baxasınız? 2 xətli fiqurlara. Yəni kodu kiçik olanlara baxasınız ki, rahat yazmaq olsun. Baxın, bunların koordinatını yazacağım ki, rahat onları tapım. L-dən yolum gəlib B-yə 4 xətti var. L-dən yolum gəlib D-yə 4 xətti var. Daha sonra N-dən yolum gəlib Y-yə 3 xətti var.
N-dən yolum gəlib deyə 4 xətti var. Baxın, birinin koordinatı 3, 4-dür, biri 4, 4-dür. Dedik ki, burada 3, 4 və ya 4, 3 yazılmasının heç bir əhəmiyyəti yoxdur, fərqliyi yoxdur. Yəni, əsas oradakı rəqəmlərin sayıdır. Gəlib, məsələn, bunun koordinatına baxıram. Gəlib 6-ya, 6-nın 4 xətti var. Gəlib, baxın, içərisində 2 yazılana 4 xətti var. Koordinatı 4, 4-dür. 4, 4 olan məndə L hərfidir. L yazdıq bura. L-i tapdım, üstdən xətt çəkirəm. Avtomatik L buradadırsa, N də digər ikilikdədir, yəni buradadır. Davamında koordinat yazmağa ehtiyacımız yoxdur. Baxın, N-dən bir dənə yolum gedib Y-yə. 3 xətti var. N-dən yolum gəlir 5-ə, 5-in 3 xətti var. Deməli, Y oldu burada. Daha sonra, baxın, mən N-Y yolunu tapmışam. Qaldı N-D yolu, yəni N-in digər yolu. Bu olacaq D. D-ni yazdıq bura. Baxın, mən indi L ilə D-nin yolunu tapmışam. Qalıb nə? L-in digər yolu. Baxın, L ilə D-nin digər yolunu tapmışam. Qalıb nə? L ilə B-nin yolu. Deməli, B-ni tapdım artıq. Digər L-ə birləşmiş fiqur B-dir. L-ə digər birləşmiş fiqur da budur. Yəni B. Növbəti, əlimdə 1-dən 3-lük, 2-dən 4-lük qalıb. Baxın, F qalıb, C qalıb, A qalıb. 3-lük tək qalıb. Tək qalan 3-lüyüm burada 1-dir. F-i avtomatik yazıram bura. 2 dənə mənim nəyim qaldı? 4-lüyüm. Biri C-dir, biri A-dır. Bağıntılara baxacaq. Baxın, məsələn, Y ilə A-nın bağıntısı var birbaşa. Amma Y ilə C-nin birbaşa bağıntısı yoxdur. Y ilə A-nın birbaşa bağıntısı varsa, baxın, Y ilə A-ya bu bağıntını yazmış olacaq. A-nı yazdıq bura. Avtomatik C-nin də digər hissə yazırıq. Baxın, Y ilə C-nin birbaşa bağıntısı yoxdur. Məndən A, B, C, D və Y-nin ardıcılığını istəyir. Baxın, A-nın içərisində 4 yazılıb. B-nin içərisində 2 yazılıb. C-nin içərisində 3 yazılıb. D-nin içərisində 6 yazılıb. Y-nin içərisində 5 yazılıb. Deməli, ardıcılığımız 4, 2, 3, 6, 5 şəklində olmuş oldu. Növbəti, keçirik 10-cu suala. Bunkeri analiz edib deyir, doğru ardıcılığı tapın. Baxın, əvvəlcə nə etməliyəm? Buradakı verilmiş fiqurların sayını tapmalıyam. Gəlin tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənəsi yadda qaldı burada. 1, 2, 3, 4, 5, 6, 7, 1, 2, 3. 7, 3, 21. 21 də burada. 21, 11 cəmi mənə verəcək 32-ni. Əla. Buranı saydıq ki, burada 32 dənə kiçik fiqur var. Baxın, buradan aşağı tökülməyə başladıqda bunlar. Gəlib buradan 2 yerə ayrılacaqlar. Yarısı sola, yarısı sağa. Yəni 32-dən 16-sı sola, 16-sı sağa. Sonra bu 16 dənə gəlib töküləcək. Yarısı sola, 8-i sola, 8-i sağa gedəcək. Bu 16-sı gəlib töküləcək. Yarısı sola, yarısı sağa. Ortada 8 plus 8 birləşib mənə 16-nı verəcək. Sonra bu 8 dənə gələcək. Yarısı sola gedəcək, yarısı sağa. 4-ü bura, 4-ü bura. Bu 16 dənə gələcək. Baxın, bura bağlı olduğu üçün hamısı töküləcək bura. 8 dənə gəlib yenə eyni qaydada ayrılacaq. 4-ü sola, 4-ü sağa. İndi bu 4 dənədən ikisi sola, ikisi sağa. 4-dən 16 birləşəcək olacaq 20. 20 dənədən 10-u sola, 10-u sağa. Buradakı 4 dənədən ikisi sola, ikisi sağa. Bu 4 dənədən ikisi sola, ikisi sağa. İndi 2 plus 10, 12. 10 plus 2, 12. 2 plus 2, 4. Deməli, ardıcılığımız necə olacaq? 2, 12, 12, 4 və 2 şəklində bir ardıcılıq yaratmış olacaq. Daha sonra 11-ci sual deyir, fiqurun sahəsini tapın. Yəni, rənglənmiş hissənin sahəsini istəyəcək burada bizdən fərqli fiquru. Çox da mürəkkəb bir fiqur deyil. Biz nə edə bilərik? Baxın, əvvəlcə bu böyük kvadratı hesablamaq olar. 6 tərəf var. Buradan bura məsafə 6-dır, buradan bura 6-dır. 6 dəfə 6, 36. 36-dan ağ hissələrin sahəsini çıxanda bizdə rənglənmiş hissənin sahəsini almış olacaq. Gəlin baxaq. Biz bilirik ki, 1, 2, 3, bura qədər 3 cm-dirsə, 1 dama 1 cm-dir. Ona görə ixtiyari bir damanın sahəsi olacaq 1. 1, 1. Baxın, bunları sayacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə dama elə 14 kvadrat santimetr deməkdir. Bunu sildim. Daha sonra, indi nələri silməliyik biz? Baxın, daha sonra üçbucaqları. Mənim bu üçbucağım birinin sahəsi nə qədərdir? 0,5-dir. Çünki katetin, düzbucaqlı üçbucağın sahəsi katetlər arasının yarısına bərabərdir. Məsələn, baxın bura. Bura 1-dir, bura da 1-dir. 1 vurulsun, 1 bölünsün, 2 bizə verəcək nəyi? 2-də 1 vermiş olacaq. Və ya
mən nə deyə bilərəm burada? Mən görürəm ki, onsuz da bu hissəni silək. Deməli, mən onsuz da görürəm ki, ixtiyari 2 dənə düzbucaqlı üçbucaq birləşir, bir dənə kvadrat əmələ gətirir. Deməli, bunları da sahib 2 ilə 1-ə vuracam və ya kvadratın yarısına. Kvadratın yarısı onsuz 2 ilə 1 idi. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə də düzbucaqlı üçbucaq burada. Baxın, bir dənə düzbucaqlı üçbucağın sahəsi nə qədərdir? 2 ilə 1 idi. 14-ü 2 ilə 1-ə vuranda alınır 7. Deməli, bu 36-dan əlavə olaraq bu 7-ni də çıxacaq. Deməli, mən nəyi tapmalıyam? 36-dan 14-ü çıxanda bizə verəcək 22. 22-dən də 7-ni çıxanda bizə verəcək 15. Deməli, doğru cavabımız nə olur? B variantı 15 olmuş olur. 12-ci sual. Deməli, bilirdik ki, bu tip suallarda birincilər 1 ilə B bizə nəyi verib? Birinci yerdə duran 2-ni verib. İkincilər 7 ilə 2 bizə nəyi verib? 9-u verib. Məsələn, 0-dan 0 bizə nəyi verib? Üçüncü yerdə duran 0 verib, ardıcıl olaraq. Deməli, buradakı qayda-qanunluq sadəcə necə olacaqdı? Məsələn, 1 ilə B bizə 2-ni verib. Eyni zamanda baxın, 6 ilə buradakı C hərfi bizə sondakı 7-ni verib. Çünki sonuncular birləşir, sonuncu yerdə duran hərfi və ya da əmələ gətirirdi. Buradan belə bir qayda-qanunluq çıxır ki, hərf plus 1 deməkdir. Bu halda M ilə 0 birləşib, birinci yerdə duran hərfi və ya ədəd əmələ gətirəcək. Deməli, M ilə 0-ın cəmi bizə nəyi verəcək? 1-i verəcək. Çünki hərf hər zaman 1 demək idi. 1-in üstə 0 yanında elə 1 alınacaq. Bu sual üçün təbii ki, belədir. Başqa sual üçün fərqli ola bilər. Biz sadəcə bunu nümunəyə baxıb təyin etdik. İndi M ilə 0 bizə nəyi verəcək? 1-i verəcək. Deməli, 1 ilə başlamalıyam. 1 ilə başlamayan variantları sildim. Sonra, baxın, K ilə 1 birləşib nəyi verir? K plus 1 bizə verəcək 2-ni. Çünki hərf 1 deməkdir hər zaman. 1 plus 1 2-ni verdi. Və bunlar ikinci yerdə dayanıblar deyə 2-ni yazacağım ikinci yerə. İkinci yerdəki rəqəm 2 olmalıdır. Artıq aynı anda B-ni silən kimi C variantı doğru cavab olmuş olur. Baxın, məsələn, 4 ilə N birləşib nə əmələ gətirəcək? 5 əmələ gətirəcək. 4 plus N bərabər olacaq 5-ə. Çünki hərf 1 demək olacaq. Və bunlar sonuncu yerdə dayanıblar deyə 5-i yazacağım sonuncu yerə. Həqiqətən baxın, sonuncu yerdə 5 yazılıb. Keçdik 13-cü suala. Anaqramı həll edib bir fərqli variant tapın. Deməli, A variantında yazılmışdı magistratura. Daha sonra B'də yazılıb bakalavriat. Artıq magistratura, bakalavriat. Bunları silirik. Bunlar təhsil pillələrdir. C'də doktorantura yazılmışdı. D'də aspirantura yazılmışdı. Deməli, magistratura, bakalavriat, doktorantura, aspirantura. Bunlar təhsilin müəyyən pillələrdir. Y variantı fərqli variantdır. Y variantında isə yezuistika yazılıb. Doğru yazın bunu. Yezuistika. Yezuistika daha doğrusu bu şəkildə. 2 dənə i olacaq. Aha, yezuistika. Yezuistika nədir? İnandırma sənətidir, belə deyək. Yalana və ya doğruya fərqi yoxdur. İnandırma sənətinə yezuistika deyiləcək. Deməli, yezuistika fərqli variantdır. Digərlər hər biri təhsilin pillələridir. 14-cü suala keçirik indi. Deyir, hərflər bir-birindən və sıfırdan fərqlidir. Biz bu sualın doğru cavabını tapmağa çalışmalıyıq. Baxın. Deməli, bu iki ədədi toplayanda cəmi bunu verib, çıxdıqda fərqi verib bunu. İndi mən artıq bilirəm ki, baxın, yaz zay ədədindən böyükdür. Çünki burada yazdan zay çıxıb bir ədəd ala bilmişəm. Mən verilmiş bu ədədləri tərəf-tərəfə toplasam nə alaram? Verilmiş bu iki ifadəni. Gəlin baxaq. Baxın, yazılıb ki, zay plus, elə buradan yazaq, biraz da böyüdüm, yaz. Bərabər olub nəyə? 828-ə. Buradan yazdım 828. Digər tərəfdən yaz minus zay bərabər olub 396-ya. Mən bunları tərəf-tərəfə toplasam. Baxın, bu zay mənfidir, bu müsbətdir. Bunlar getdi sıfıra. Yaz, 2 dənə yaz alındı. Yəni 2 vurulsun yaz. Bu bir ədəddir, onu da deyim ki. Bərabər olur nəyə? Bunları toplasam nə alınacaq? 4, 12, 1 yadda, 11, 1 yadda, 12. 1224 almış olur. 1224. İndi 2'ye bölmüş olsaq.
Bu zaman buradan alınacaq ki yaz bərabərdir. 1224'ü 2'ye bölsək nə alınacaq? Burada alınacaq 6, 1, 2, 612 alınmış olacaq. Deməli, bu zaman mən bilirəm ki, y-nın qiyməti 6'dır, a-nın qiyməti 1'dir, z-in qiyməti 2'dir. Gətirib yerinə qoya bilərik. Baxın, çünki mən bunu ədəd olaraq 612 almışam. Birinci rəqəm, ikinci rəqəm, üçüncü rəqəm. Birinci rəqəm, ikinci rəqəm, üçüncü rəqəm. Bu qaydada. İndi a-nın qiyməti oldu 1, z-in qiyməti oldu 2, y-nin qiyməti oldu 6. Hesablayaq. 1 plus 2, 3. 3'ü 2'ye vuranda 6, 6'dan 6 çıxanda 0. Deməli, testin doğru cavabı A variantı 0 olmuş olacaq. Variantda 0 görən kimi gedib yazmağa da çalışmayın ki, yəni 0 verilibsə doğru cavab 0'dır. Olmaya bilər, aldadıcı ola bilər. Həqiqətən diqqətli olmaq lazımdır. Çalışın bütün sualların həllini biləsiniz və həll etməyə bacarasınız. Deməli, gəldik 15-ci suala. Döşəmə pilləkən məsələləridir. Biraz çətin görünür, amma bilir ki, asan həll qaydası var. Deməli, yazılıb ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya 2 pillə qalxır. Verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu taparaq uyğunluğu müəyyən edin. Deməli, baxın, bu hissələri artıq silirəm. Ya da elə buradan qeyd eləyək. Sonradan bu cavablar lazım olacaq bizə. Deməli, buradan baxın. Maksimal pillə sayına baxıram. Maksimal pillə neçədir? 5-ci pillədir. Deməli, buradan yazıram. 1-ci pillə, 2-ci pillə, 3-cü pillə, 4 və 5-ci pillə. Döşəmədən pilləkənlə qalxıram yuxarı doğru. Yazılıb ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 pillə qalxır, ya 2 pillə qalxır. Yəni, mən bir addım atanda ya bir pillə atacağım, gələcəm birinci pilləyə, ya da ki 2 pilləli addım atacağım, gələcəm ikinci pilləyə. 2 cür, yəni 2 formada qalxa bilirəm. Bu zaman deyir ki, verilmiş pillələrə çatma variantlarının sayı neçə olacaq, yəni neçə sayını ifadə olmuş olacaq. Baxın, birinci pilləyə çatmağın bir üsulu var. Mən ancaq bir pilləli addım atıb gələcəm birinci pilləyə. Bu oldu bir üsul. İkinci pilləyə çıxmağın 2 üsulu var. Mən ya bir addım çıxacam, ya 2 pilləli addım atıb birbaşa çıxacam, olacaq 2 üsul. Üçüncü pilləyə çıxmağın 3 üsulu mümkündür. Mən ya bir addım çıxacam, ya əvvəlcə bir pilləli addım atacam, birinci pilləyə gələcəm, sonra 2 pilləli addım atacam. Ya da mən 2 pilləli addım atacam, gələcəm ikinci pilləyə, sonra 1 pilləli addım atacam. Neçə üsul oldu? 1 üsul, 2 üsul, 3 üsul. Bu şəkildə arta gedəcək. Bir yerdən sonra bunu təyin etməkdə biz çətinlik çəkəcəyik. Amma mən burada belə bir qayda deyəcəm sizə. Əgər şərtdə yazılıbsa ki, 1 pillə və 2 pillə. Baxın, məhz 1 və 2 yazıldığı üçün, başqa ədədlər yazılsa başqa cür hesablayacaqdıq. 1 və 2 yazıldığı üçün növbəti pillənin çatma variantlarını hesablayanda özündən bir öncəki və özündən 2 öncəkinin cəminə baxıram. Özündən bir öncəkinin çatma variantı 3'dür. 3 plus. Özündən 2 öncəkinin çatma variantı 2'dir. 3 plus 2 bizə verdi neçəni? 5'i. Buraya yazdıq 5'i. İndi mən 5-ci pilləyə çıxmaq üçün özündən bir öncəki, özündən 2 öncəkinin cəminə baxmalıyam. Variantlarının cəminə, pillələrin yox, variantların cəminə. Bura çatma variantlarının sayı 5'dir. Bura çatma variantlarının sayı 3'dür. 5 plus 3 bizə verəcək 8'i. Deməli, 5-ci pilləyə də çatma variantlarının sayı olacaq 8. Əgər mən 6-cı pilləni tapmaq istəsəydim, 6-dan bir öncəki pillə 5-ci pillədir. Çatma variantlarının sayı 8 idi. 8 plus. 6-dan 2 öncəki pillə 4-cü pillədir. Çatma variantlarının sayı 5'dir. 8 plus 5 bizə verərdi 13. Cavab olardı 13. Nəyə görə məhz 1 və 2-nin cəminə baxdım? Çünki şərtdə 1 və 2 yazılmışdı. Şərtdə 1 və 3 yazılsaydı, özündən bir öncəki və özündən 3 öncəkinin cəminə baxardım. 2 və 4 yazılsaydı tutaq ki, özündən 2 öncəki pillə ilə özündən 4 öncəki pillənin cəminə baxardım. Deməli, mən nə etməliyəm? Burada yazılan, baxın, 1 və 2 pillə yazılıb, 1 və 3 pillə yazıla bilərdi, hər nəsə. Burada yazılan böyük pilləyə qədər olan hissəni, yəni baxın, bunu özüm yaradıram. 1 və 2-ni yaratdım. Artıq növbətləri ardıcıl formada özüm hesablaya bilirəm. Yəni, ardıcılığı hesablaya bilənə qədər özüm hesaplamalıyam, yaratmalıyam. Daha sonra ardıcılıq yaratmalıyam. İndi bunlara baxdıq. Deyir ki, 5-ci pilləyə çıxmanın neçə üsulu var? Baxın, 8 üsulu tapmışam. Hansı variantdadır? Y variantındadır. Birə uyğun gələcək ki, 3-cü pilləyə çıxma. 3-cü pilləyə çıxmanın 3 üsulu var. Hansı variantdadır? C-də. Deməli, 2-yə uyğun gəldi C. 3-cüdə yazıb ki, 4-cü pillə. 4-cü pilləyə çıxmanın 5 üsulu var. O da harada yazılıb? B variantında yazılıb. Deməli, 3-ə də uyğun gəldi B. 1Y, 2C, 3də B olmuş olur. Bununla da keçirik. 15-ci sualımızı tamamlayıb keçirik 16-cı sualımıza.
16-cı sualda isə yazılıb ki, aşağıdakı münasibətlərdən istifadə edərək müsbət ədədləri göstərən 10 hərfi artma sırası ilə düzün. Alınan sırada 6-cı yerdə hansı hərfin olacağını müəyyən edin. Gəlin başlayaq bir-bir düzməyə. Deməli, 10 dənə hərfimiz var, müsbət qiymətlər alıblar. Baxın, qiymət verə bilərsiniz birbaşa hər birinə. Məsələn, 3-də 2f-ə bərabərdir, elə deyil. Mən burada nəyə görürəm? 3-də 2f-dirsə, bunların minimal qiymətini tapa bilərəm. Bərabərlik varsa burada, d-nin qiyməti olacaq 2. Baxın, f-in yanındakı qiyməti verəcək d-yə, d-nin yanındakı qiyməti verəcək f-ə. Deməli, 3-də 2f-ə bərabərdirsə, d-nin qiyməti 2-dir, f-in qiyməti 3-dür. Gəlin bu ardıcıllığımızı yazmağa çalışaq. Deməli, b z-dən kiçikdir, z də d-dən kiçikdir. Bunları yazdıq. Daha sonra bilirik ki, f-in minimal qiyməti 2-dir, d-nin minimal qiyməti, daha doğrusu f-in minimal qiyməti 3-dür, d-nin minimal qiyməti isə 2-dir. Amma d-nin qiyməti 2 olmuş olsaydı əgər, baxın 2-dən kiçik, 2-dən müsbət rəqəm yaza bilməyəcəkdik. Deməli, bunun yuxarı qüvvətlərini yaza bilərəm, yuxarı qatlardır. Məsələn, d-nin qiyməti 4 olar. Əgər d-nin qiyməti 4-dürsə, f-in qiyməti nə olar? F-in qiyməti olar 6. Bunu da verə bilərik, məsələn. Və ya daha böyük qiymətlər də verə bilərik. Məsələn, d-yə vermiş olsaq, tutaq ki, atıram özümdən 6 versə, 3 dəfə 6, 18, 2 dəfə 9, 18. F-in qiyməti olar 9. Əgər d-nin qiyməti 6 olarsa, bu tipli qiymətlər verə bilərik. İstəsək bunlar üzərindən də yoxlamaq olar. Keçək digər tərəflərə. Baxın, 2x b-yə bərabərdirsə, deməli, b nəyə bərabərdir? 2x-dırsa, x bərabərdir, b bölünsün 2-yə. Buradan artıq bilirəm ki, x də b-dən kiçikdir. Bir kənardan yazıram x-i bu şəkildə. Daha sonra t 2 dənə q-yə bərabərdirsə, t q-dən böyükdür. Bunu bir kənardan yazdım. Növbəti 2s f plus l-ə bərabərdir. Bundan hələ ki nəsə əldə edə bilmirəm. Bir də burada görürəm ki, f kiçikdir, l kiçikdir, q yazılıb. Deməli, baxın, bunu gətirib bu ardıcılıqla düzürəm. Q-dən kiçik l var, l-dən kiçik də f var. Bunları bu hissəyə yazdıq. Bunlar qaldı burada. İndi, baxın, bunu qurmağa çalışacağıq. Digər tərəfdən, baxın, bunu qurmağa çalışacağıq və 2 dənə verilmiş bərabərsizliyi, baxın, bu 2 dənə sətri birləşdirib saymağa başlayacağıq. Gəlin, çox da mürəkkəbləşdirməyə yerlərinə qiymət qoyaraq tapmağa çalışaq. Baxın, birinci elə 4 və 6 ilə yoxlayıram. Əgər d-nin qiyməti 4 olarsa, 4-dən kiçik mən 3-dən qiymət yarada bilməyəcəm. Bilərəm, bir dən yoxlayaq ən yaxşısı. 3 yazsaq, buna 2 yazsaq, buna da 1 yaza bilərik hələ ki. Gəlin, yoxlayaq bunu. İndi, f-in qiymətini 6 olaraq tapmışıqsa, bu olar 7, bu olar 8, bu da olar 9. Bu zaman digər bərabərliklərə baxmış olsaq, baxın, x-nin qiyməti 1-dirsə, b-nin qiyməti nə olmalıdır? 2 olmalıdır. Həqiqətən doğrudur, bir problem yoxdur. İndi f-in qiymətini mən tapmışam neçə? 6. L-in qiymətini tapmışam 7. 6 plus 7 mənə neçəni verəcək? 13-ü vermiş olacaq. 13 isə baxın, 2 s-ə bərabərdir. Bərabərliyindən mən s-ə konkret qiymət tapa bilmirəm. Amma ehtiyac da yoxdur buna. Çünki burada, baxın, müsbət tam ədədlər deyir. Müsbət ədədlər deyir. Müsbət tam olması ilə bağlı hər hansı bir şərt yoxdur. Yəni, müsbət ola da bilər, tam ədəd ola da bilər, olmaya da bilər. Bu halda s-in qiyməti nəyə bərabərdir? 2s bərabərdir 13-dürsə, s bərabərdir 6-dan 10-da 5-ə. Deməli, s harada olacaq? S, baxın, tam bu nöqtədə olacaq. Bu halda bunu yenidən quraq. Baxın, s nədir? 6-10-5-dirsə, f-dən böyükdür, l-dən kiçikdir. Buradan yazırıq. F-dən böyük s var, s-dən də böyük nə var? L var. F6 demişdik, S6-5 demişdik, bu qaydada yazdıq. Daha sonra gəlirik, baxın bu hissəyə. İndi, mən d-nin qiymətini 4 tapmışam, f-in qiymətini 6 tapmışam. 4 plus 6, 10. Deməli, r-in qiyməti 5 olmalıdır ki, 2-də 5 onu vermiş olsun. Deməli, bu zaman, baxın, r-in qiyməti 5-dirsə, d-dən böyükdür. Bura yazdıq. 6-dan da kiçikdir. 5-dirsə 6-dan da kiçikdir. Deməli, baxın, bu ardıcıllıq bu şəkildə davam etmiş olur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə hərfin, onu da yazdıq. Bu halda bizdən soruşur ki, alınan sırada 6-cı yerdə hansı hərfin olacağını tapın. 1-ci hərf, 2-ci hərf, 3-cü, 4-cü, 5-ci, 6-cı. 6-cı yerdə hansı hərf oldu? F hərfi oldu. Deməli, doğru cavabımız olacaq A variantı. Daha sonra 17-ci suala keçid edəcəyindi. Ardıcılıqlarla bağlı bir sual tipidir. Yazıb ki, 1-ci və 2-ci ardıcılıq arasındakı qanuna uyğunluğa əsasən 3-cü ardıcılıqla bağlı olan 4-cü ardıcılığı müəyyən edin. Deməli, 1-dən 2-nin
qanun uyğunluğu oxşardır. 3-dən 4 də oxşar olmuş olacaq. Baxın, 8-dən 2-yə gəlmək üçün mən nə edə bilərəm? Bölərəm 4-ə. Üstə gələrəm 2-ni, vuraram 4-ə. 4-ə böldüm, 2-yə vurdum və ya 2-yə vuraq və ya üstə 2 gələk. Hər biri ola bilər. Amma buradan görəcəyik ki, üstə 2 gəlmədi. Deməli, üstə 2 gəldim, daha sonra nə etdim? 4-ə vurdum və ya kvadratını tapdım. Bu da ola bilər. Daha sonra, deməli, 1-dən 1-ə getmək üçün. İndi diqqətlə baxsaq, burada 4-ə bölmüşdük. 1-i 4-ə bölündə 4-də 1 alınır. Deməli, eyni qayda qanunluq deyil. 1-dən 2-yə oxşar başqa bir qayda qanunluq tapmağa çalışmalıyam. İkinci tərəfini görmək asandır. Baxın bu hissəni. 4-ün kvadratı 16-dır. 3-ün kvadratı neçədir? 9-dur. Bunu bildik. Bu hissəsi asandır. Bunu tapdıq. Bəs digər tərəfdən. Baxın. 2-nin kubu bizə verər neçəni? 8-i. Eyni zamanda 1-in kubu bizə verər 1-i. Belə bir qayda qanunluq tapmaq olar. İndi gələk sağ tərəfə baxaq. Baxın 3-ün kubu 27, 3-ün kvadratı 9. Baxın birincilərdə nə oldu? Kublar birinci gəldi, kvadratlar ikinci gəldi. 1-dən 2-də. 3-dən 4-də isə baxın burada birinci kvadrat gəlib. Bunu başqa rəngdə yazım aydın seçəsiz deyə. Bura kvadratdır. Bu isə kubdur. Baxın burada isə əvvəlcə kvadrat gələcək, sonra kub gələcək. Deməli baxın burada əgər x-dırsa, bu olacaq nə? X-in kvadratı. Bu əgər məsələn tutaq ki y-dirsə, bu olacaq y-in nəyi? Kubu. Gəlib baxıram. Deməli 1-in kvadratı olmalıdır, doğrudur. 3-ün kubu olmalıdır, doğrudur. A variantı hələ ki doğru görsənir, saxlayırıq. Baxaq digər hissələrə, hər hansı bir problem olmasın deyə. Deməli burada 0-ın kvadratı bizə 0 verib doğru görsənir. 2-nin kubu bizə 8-i verib doğru görsənir. Əslində C də doğru görsənir. Y variantını siləcəyik. Y variantı uyğun gəlmir. Daha sonra D-ni siləcəyik. D variantı uyğun gəlmir. Əlimizdə 3 dənə variant var. Deməli daha dərin bir məntiqi əlaqə qurmağa çalışmalıyıq variantlar arasında. Baxın 2 ilə 4-ün arasında 2 vahid fərq var idi. 1 ilə 3-ün arasında da 2 vahid fərq var. Deməli 1 ilə 2 arasında yenə oxşar bir qayda qanunluq tapdıq. Eyni şey 3 ilə 4-ə qurmalıyıq. 3 ilə 3 arasında fərq 0-dır və ya 1 dəfədir. Deməli bunlar arasındakı fərq 1 dəfə olmalıdır və ya fərq 0 olmalıdır. Baxın burada 2 vahid fərq var, 0 deyil. Burada 2 vahid fərq var, 0 deyil. Aynı seni sildim. Amma baxın buradakı fərq nədir? 0-dır. Deməli B variantı doğru olmuş olacaq. Nisbətən mürəkkəb idi həqiqətən. Bir daha ümumi nə etdiyimizi göstərəcəm. Baxın 2-nin kubu verdi 8-i, 4-ün kvadratı verdi 16-nı. Eyni qaydada 1-in kubu verdi 1-i, 3-ün kvadratı verdi 9-u. 1-dən 2 arasında belə bir asılılıq qurduq. Yəni ikisi də eyni ardıcıllıqdır. Deməli 3-də olan ardıcıllıq da 4-dəki ardıcılığa uyğun olacaq. 3-ün kvadratı 9-dur, 4-ün kvadratı 16-dır. 3-ün kubu 27-dir, 4-ün kubu 64-dür. Daha sonra baxın, aralarındakı vahid 2 dəfə fərqlənir. 2 vahid fərq var, 2 vahid fərq var. Yenə bunların arasında da eyni qədər fərq olmalıdır. 0 fərq var, 0 fərq var. Deməli tamamilə doğrudur. B variantını doğru olaraq götürdük və keçirik 18-ci suala. Deməli 18-ci suala diqqətlə baxsaq, nəticə hissəsinin mərkəzdəki 5 olduğunu görmək olur. Fərqli fiqurları, mərkəzdə verilən fiqurlar adətən nəticədir. Və diqqətlə baxsaq 18 2-yə bölünür, 42 3-ə bölünür. Bu qayda davam edir. Hər birində. Baxın 76 4-ə bölünür, 14 7-yə bölünür, 56 8-ə bölünür hamısında. Deməli 18-i bölsə 2-yə alınır 9. 42-ni bölsə 3-ə burada neçə alınmış olacaq? 14 alınmış olacaq. 14 ilə 9 arasındakı fərq neçədir? 5-dir. 76-nı bölsək 4-ə alınacaq burada neçə? 20 kef 4. 2 dəfə yox, 1 dəfə olacaq. 36 9, 19 alınacaq. 76-nı 4-ə bölsək. 14-ü 7-yə bölsək alınır 2. Aralarındakı fərq nə qədərdir? 17-dir. 19-dan 2 çıxanda 17. Baxın aralarındakı fərqə baxıram. Soldan sağa və ya sağdan sola çıxmıram. Sadəcə aralarındakı fərqi olaraq düşünürəm. Eyni qaydada 56-nı bölsəm 8 alınır 7. 2-ni bölsəm 1 alınır 2. 2 ilə 7 arasındakı fərq neçədir? 5-dir. Deməli cavabımız 5 B variantı olmuş olacaq. Keçirik 19-cu sualımıza. 19-cu sual yenə şəkil ədəd əlaqələrlə bağlıdır. Diqqətlə baxmış olsaq yenə mərkəzdəki hissə bizim nəticəmizdir. 32 ilə 28 arasındakı fərqə baxırıq birinci. Baxın, ya bura baxacaq, ya da bunları bir-birinə bölməyə çalışacaq. Çünki bunlar da bir-birinə bölünən ədədlərdir. Yəni elə bölməni yoxlayaq. 32-ni bölsək 4-ə 8. 28-i bölsək 7-yə 4.
Deməli 8 və 4 aldıq. İndi 8-dən 4-ün cəmi 12. 35-i 5-ə bölsək 7, 27-ni 3-ə bölsək 9. 7 ilə 9-un cəmi 16. 20-ni bölsək 5-ə 4, 48-i bölsək 8-ə 6. 4-dən 6-ın cəmi də bizə 10-u verəcək. Deməli cavabımız olacaq A variantı. Növbəti 20-ci sual yenə fiqur ədədlərlə bağlı bir sual tipidir. Mərkəz hissədə verilən 9 nəticədir. Adətən fərqli yerdə olan ədədlərimiz dedik ki, nəticə olur. İndi diqqətlə baxmış olsaq biz nə edə bilərik? Baxın, qarşı-qarşıya qruplaşdırsaq, yəni 75-dən 36-ya bir baxaq, məsələn 40-dan 8-ə də bir baxaq. İndi diqqətlə baxmış olsaq, 75-dən 36-ın çıxa bilərik, çünki baxın 39 13 var. Yəni aşağıdakılar yuxarıdakılardan böyükdür. Çıxmağa çalışsaq 75 çıxılsın 36 bizə neçəni vermiş olacaq? Bizə verəcək 39-u. Daha sonra 40 ilə 8-də toplayacağıq. Bu da bizə verəcək 48-i. 48 ilə 39 arasındakı fərq də 9-dur. Deməli biz nə etdik? Baxın. 39-dan 13-ü çıxdıq. Bu bizə verdi 26-nı. Daha sonra 11-dən topladıq ya çıxdıq onları? Çıxdıq. Növbəti 11 ilə 17-ni topladıq. Bu bizə verdi 27-ni. Daha doğrusu 28, 27 niyə? 28-i. Aralarındakı fərq nə qədər oldu? 2 oldu. Eyni qaydada da burada eyni şey etmişdik. 75-dən 36-nı çıxmışdıq. 8-dən 40-ı toplamışdıq. Arasındakı fərq bizə 9 vermişdi. İndi baxın. 7 ilə 20-ci toplayacağım. Bu mənə verəcək 30-u. Buraya x yazıram. X-dan da çıxacağım 22-ni. Baxın, x-dən 22-ni çıxıram. Daha sonra 7 ilə 20-ci toplayıram, olur 30. Sonra onların arasındakı fərqə baxıram. Bu da mənə verəcək neçəni? Mərkəzdə olan 3-ü. Bərabər olacaq 3-ə. Neçəni verəcək bu bizə? Deməli, x-in qiyməti nə olmalıdır? X bərabər olmalıdır. 22 ilə 30 toplayanda. Bu bizə verəcək. Deməli, neçəni? 52-ni. Sağ tərəf atanda 3 ilə 52-ni toplayanda verəcək 55-i. Deməli, x-in yerinə 55 olmalıdır ki, 55 olmalıdır ki, sualın yerinə. 55-dən 22-ni çıxın. Bu mənə versin 33-ü. Daha sonra 7 ilə 20-ci toplayın. Bu mənə versin 30-u. Bunlar arasındakı fərq də mənə neçəni versin? 3-ü vermiş olsun. Baxın, 3 də mərkəzdə yazılıb. Cavab oldu C. Keçir 21-ci suala. Deməli, 3 6-dan alınıb sanki nə 45. Dedik ki, cədvəllərdə yenə fiqur ədəd əlaqələr kimi böyük ədədlər adətən nəticə olur. Ən sağ sütun və ya ən aşağı sətr adətən nəticə olur. Baxın, 3 və 6-dan 45 alınıb sanki. Kiçik ədədlərdən böyük ədədlər alınıb. Necə ala bilərik? Deməli, toplaya bilərik və ya kvadratlarla gedə bilərik. Çünki kvadratların cəmini toplamaqla görək nə salınırmı? Bu da bənzər çünki. 6-nın kvadratı 36, 3-ün kvadratı 9. 36, 9 cəmi 45-i verir. 4-ün kvadratı 16, 5-in kvadratı 25. 16, 25 cəmi 41. 5-in kvadratı 25, 6-nın kvadratı 36. Bu da bizə verəcək 61-i. Deməli, sual şərəsi yenə olmalıdır 61 variantı. Yenə 6-nın kvadratı 36, 4-ün kvadratı 16. Bu da cəmdə bizə 52-ni vermiş olur. Növbəti 22-ci sual yenə cədvəllərlə bağlıdır. Baxın, ədədləri düşünə bilərik və ya birbaşa əməliyyatı tətbiq edə bilərik. A vurulsun B 15-dir. A vurulsun B bərabərdir 15-ə. Daha sonra A vurulsun C neçədir? 18-dir. A vurulsun C bərabərdir 18-ə. Digər tərəfdən C vurulsun B də neçədir? 30-dur. C vurulsun B də bərabərdir 30-a. İndi baxın. Bunu bir kənardan yazıram. A vurulsun C-ni. A vurulsun C bərabərdir 18 bir kənardan yazdım. Bunları tərəf-tərəfə bölsəm. Buradakı B-lər ixtisar gedəcək. Nə alınacaq? C bölünsün A bərabər olacaq. 30-u 15-ə bölsəm 2-yə. Buradan C bərabər olacaq 2A-ya. İndi mən gəlib bu tənlikdə C-nin qiymətini yerinə yazacağam. A vurulsun C-ni yerinə yazıram 2A-nı. 2A bərabər olur 18-ə. Buradan 2A kvadratı bərabər 18-dirsə, A kvadratı bərabərdir 9-a, A da bərabərdir 3-ə. Plus minus 3 alınır, amma biz heç bir halda mənfi qiymətlər bu kimi yerlərdə istifadə etmirik. Çünki onsuz da buradan alınan qiymətlər müsbət qiymətlərdir. Mənfilərdən istifadə edə bilməzdik. A-nın qiyməti 3-dürsə, C-nin qiyməti neçədir? 6-dır. 3 dəfə 6 18 versin. Və ya baxaq bu hissədə doğru mu yazdıq? Amma bəli, doğru yazmışıq. A-nın qiymətini 3 yazmışıq, C-nin qiymətini 6 yazmışıq. Bəs bir dənə qaldı B. Baxın, C-nin qiyməti 6-dırsa, B-nin qiyməti 5 olmalıdır ki, 6 5 30 versin. Hamısını tapdıq, gətirib əldə edəcəyik. B-nin qiymətini tapmışıq 5. C-nin qiymətini tapmışıq 6, A-nın qiymətini tapmışıq 3. 3, 5, 6 cəm bizə verəcək 14-dür. Cavabımız olacaq B variantı.
23-cü sualımız ardıcıllıq sualdır. Baxın, birbaşa qayda qanunluq deyəcəm, nisbətən çətin idi. 1-dən alınıb sanki 6, sonra alınıb 4, bu qayda davam edib. Əslində qayda qanunluq nədir? Baxın, 6-yı bölür 2-yə 3 alınır. 1 ilə 3-ün cəmi bizə verir 4. Növbəti, 6 ilə 4-dən 8 alınıb. 4-ü bölür 2-yə 2, 6 ilə 2-nin cəmi 8. 4 ilə 8-dən 8 alır. Baxın, 8-i bölür 2-yə 4, 4 ilə 4-ün cəmi 8. 8 ilə 8-dən 12 alır. 8-i bölür 2-yə 4, 8, 4 cəmi 12. 8 ilə 12-dən 14 alır. Baxın, 12-ni bölür 2-yə 6, 8, 6 cəmi 14. İndi sualı almaq üçün 12-nin üstünə 14-ün yarısını gələcəm. 14-ü 2-yə bölündə nə alınır? 7 alınır. 12 ilə də 7-nin cəmi bizə verir 19-u. Cavabımız olar A variantı. Deməli, ədədin üstünə ondan sonraki həddin yarısını gələndə növbəti həddi almış olur. Deməli, daha sonra baxırıq 24-cü suala. Cədvəl qrafik diaqramla bağlı bir sual tipidir. Y minus F'in hansı qrafikə uyğun olduğunu tapmağa çalışmalıyam. Baxın, 0 anında Y-nin qiyməti 1-dir. 1, 2, 3-dürsə elə 1,1-dir. Deməli, baxın, 1-dən başlayıb. Y-nin qiyməti 1-dir, F'in qiyməti 0-dır. Deməli, 1-dən 0 çıxanda 1 alınır. Hansı vəziyyətdə? Buradan yazıram. 0 anında qiymətim oldu 1. Birbaşa hamısını qurub sonra cavaba keçəcəm. Amma siz cavab variantlarını bir-bir yoxlaya getməlisiniz. Çəkib birbaşa yəni variantları silib tapasınız. Mən indi bu sualı tam aydın başa düşəsiz deyə biraz uzadacağım. Baxın, bura 1 nöqtəsidir. 1 anında F'in qiyməti nə olub? Y-nin qiyməti daha doğrusu. 1, 2, 3, 4, 5, 6. 6 olub. F'in qiyməti olub 3. 6-dan 3 çıxanda 3 alınır. Deməli, 1 anında Y minus F bizə verdi 3-ü. İndi keçirik növbəti hissəmizə. Növbəti hissəmizə diqqətlə baxmış olsaq, baxın, 2 anında gəlib baxaq görək nə alınacaq. 2 buradadır. 2 anında Y-nin qiyməti 3-dür. F'in qiyməti 2-dir. 3-dən 2 çıxanda 1. 2 anında qiymətim oldu 1. Keçirəm 3 vəziyyətinə. 3 vəziyyətində, baxın, burada qiymət nə olur? 3, 4, 4,5 olur Y-nin qiyməti. 4,5. 3 anında F'in qiyməti 1-dir. 4,5-dən 1 çıxanda 3,5 alınır. 3,5. Sonra keçək məsələn, baxaq 4-ə. 4 vəziyyətində gəlirəm burada. F ilə kəsişdi, Y ilə kəsişdi, dönürəm sola. Deməli, burada neçədir qiymətim? 3-dür, 4-dür, 5-dir, 6-dır. 2, 1. Bunları da yazaq. 1, 2, 3, 4, 5, 6 və 7. Bunları yazdıq. Baxın, 4 vəziyyətində Y-nin qiyməti oldu 6. F-in qiyməti oldu 2. 6-dan 2 çıxanda 4. 4-də oldu qiymətim 4. 5 anında Y ilə qrafik kəsişdi 5-də. Y-nin qiyməti oldu 5. F ilə kəsişdi 3-də. Bunun qiyməti oldu 3. 5-də 3 çıxanda 2. Deməli, 5-də qiymətim olacaq 2. Və baxıram 6-ya. 6-da Y ilə qiymətim kəsişdi 4-də. Y-nin qiyməti oldu 4. F ilə qiymətim kəsişdi sanki 3 onda, 2 onda 5-də. Bu oldu 2 onda 5. 4 onda 5-dən 4-dən 2 onda 5 çıxanda alınır 1 onda 5. Deməli, 6-da oldu qiymətim 1 onda 5. Və sonuncu 7-də hesablayıram. Baxın, 7-də gəlib mənim oxum, bu xəttim kəsişir Y ilə harada? 3 qiymətində. Y-nin qiyməti oldu 3. F ilə kəsişir harada? 2 qiymətində. 3-dən 2 çıxanda 1. Deməli, 7-də də oldu qiymətim 1. Mən indi bunlara uyğun qrafik qurmağa çalışmalıyım. Gəlin cavab variantlarına baxaq. 0-da 1-dir, 1-də 3-dür, 2-də 1-dir. Gəlin baxaq. Deməli, bura qiymətlərimizi köçürümü istəyirsiniz. Daha rahat görəsiniz deyə. Bunu kopyalamaq olurmu deyə baxacam. Deyəsən olmur. Xeyr, olmur. Deməli, 0-da 1, 1-də 3, 2-də 1. 0-da 1, 1-də 3, 2-də 1. Hələ ki buna uyğun baxaq. 0 anında 1 olmalıdır. Bütün variantlarda 1'dir. 1 anında 3 olmalıdır. Bütün variantlarda 3'dür. 2 anında 1 olmalıdır. Bütün variantlarda 2 anında baxıram ki nədir? 1'dir. Nəsə əldə edə bilmədim. Sonra 3'də 3 onda 5'dir, 4'də 4'dür. 3'də 3 onda 5'dir. 4'də qiymətim 4'dür. Biraz çox vaxtımız getdi bunu yazmağa da. 5'də 2'dir, 6'da 1 onda 5'dir. 5'də 2'dir, 6'da 1 onda 5'dir, 7'də də 1'dir. İndi baxaq. 3'də 3 onda 5 olmalıdır. 1, 2, 3. 3'də olmalı qiymətim 3 onda 5. 1, 2, 3, 3 onda 5 doğrudur. 3'də qiymətim olacaq 3 onda 5 doğrudur.
3'də qiymətim olacaq. Baxın, burada neçə olub artıq? 3 olub. 3 onda 5 olmayıb. Yanlışdırsa. 3'də qiymətim olub neçə? Yenə 3 olub. Yanlışdır de. Yenə baxın, 3'də qiymətim olub 3. Yenə yanlışdır. Əlimdə qaldı 2 dənə variant. A variantı və B variantı. 4'də qiymətim olub 4. Baxıram ki, burada 4'də qiymətim yenə nəyə düşüb? 3'ə düşüb. A yanlışdır. Amma baxın, burada 4'də qiymətim qalxıb 4'ə. B doğrudur. Cavabımız olacaq B variantı. Çətin sual deyil, amma vaxt aparan sualdır. Sonuncu sualımız deməli cədvəl oyunlarla bağlıdır. Sudoku oyunudur. Biz bilirik ki, sətir və sütun üzrə eyni zamanda blok daxilində təkrarlanma olmamalıdır. Məsələn, bura 5 yazmışamsa, sətir daxilində heç bir xanaya artıq 5 yaza bilmərəm. Sütun daxilində heç bir yeri 5 yaza bilmərəm. Bu qalın xətlərlə hüdudlanmış hissəyə biz blok deyəcəyik və həmin blok daxilində də heç bir yeri 5 yaza bilmərik. A, B, C, D yeni tapıb ardıcıllıq müəyyən etməyə çalışacağıq. Deməli, gəlib indi diqqətlə baxmış olsaq, hardan irəli getmək olar? Harda hər rəqəmim çox veribsə, hansı sütunda, hansı sətirdəsə, oradan başlamaq daha məqsədə uyğundur. Eyni zamanda fərqli formada verilən blokların içi ilə də işləyə bilərik rahatlıqla. Baxın, mən bura 2 yazmışam deyə bu sətirdə heç bir yer 2 yaza bilmərəm. Amma blok daxilində bir yer 2 yazmalıyam axı. 2 avtomatik düşəcək bura. Əla, 2-nin yerini tapdıq. Daha sonra 2, 3, 6 var. 1, 4, 5 çatışmır bu blok daxilində. Bura 5 yaza bilmərəm. Bu getdi. Və nə görürəm? Baxın, burada 4 var deyə mən bu xanaların heç birinə 4 yaza bilmərəm. Çünki həmin blokun daxilindədir. Deməli, sütun daxilində bir yerə 4 yazmalıydım. 4 düşdü bura. Növbəti 1 və 5 yazmalıyım. Sətirdə 1 var deyə bura 1 yaza bilmərəm. 1 bura düşəcək. Bunu silim. 1 düşdü bura. 5 də avtomatik düşəcək hara? Bu hissəyə. İndi baxın. 1, 5, 6, 4 var. 2 ilə 3 çatışmır. Hələ ki 2 ilə 3 yaza bilmərik. Həmin blok daxilində saxlayaq, keçək fərqli bir yerə. Baxın, ortadakı bloka baxmış olsaq, burada 1 var deyə bu xanalara 1 olmaz. Burada 1 var deyə bu xanaya 1 olmaz. Burada 1 var deyə baxın bu xanalara 1 olmaz. Çünki sətir üzrə olmayacaq, sütun üzrə olmayacaq, sətir üzrə olmayacaq. 1 avtomatik düşür bu hissəyə. 1-i buraya yazdıq. Daha sonra başqa hara keçmək olar. Baxın, bura 1 yazdıq deyə bu sütunda heç bir yeri 1 yaza bilmərəm. Sətirdə burada 1 var deyə burada 1 yaza bilmərəm. 1 avtomatik düşdü bu hissədə. Həmin yuxarıdakı blokda ora. 1-i tapdıq. Növbəti fərqli bir yerdən gedək. 1, 4, 5 var. 2, 3 və 6 çatışmır. Hələ ki 2, 3 və 6 ilə bağlı konkret nəsə deyə bilmərik. Ona görə bunu saxlamış olacaq. Fərqli bir yerə baxaq. Baxın. 2 burada var. 3 burada var. Blok daxilində çatışmayan 1, 4, 5 və 6-dır. Mən sütunda 1 var deyə bura 1 yaza bilmərəm. 1 var deyə bura 1 yaza bilmərəm. Baxın, burada 1 var deyə bura 1 yaza bilmərəm. 1 avtomatik düşdü bura. Deməli, 1 tapdıq. İndi 4, 5, 6 çatışmır. Bura 4 yaza bilmərəm. Deməli, digər hər hansı birinə düşəcək 4. Amma 100% bilmədiyim üçün hələdir. Bunu da saxlayıram. Növbəti keçək başqa yerə. Görək, hara 1 yazmamışıq başqa. Baxın, mən burada 1 var deyə bura 1 yaza bilmərəm. Burada 1 var deyə bura 1 yaza bilmərəm. Burada 1 var deyə bura 1 yaza bilmərəm. 1 avtomatik bu blok daxilində düşdü bura. Deməli, bütün bloklarda mən 1-i yerləşdirmişəm artıq. Keçəcək fərqli bir ədədə və ya fərqli bir yerə. Baxın indi. Bu blok daxilində baxmış olsaz, görərdik ki, 1, 2 var. Çatışmayanlar hansıdır? 3-dür, 4-dür, 5-dir, 6-dır. Həmin bu qırmızı ilə işarələdiyim blokda. Burada 4 var deyə bu sətirdə heç biri 4 olmaz. 4 avtomatik düşəcək bura. 4-ü yerləşdirə bildik. Artıq bu 4-ü buradan silirik. Deməli, ora 3, 5, 6-dan hər hansı birini yazmağa çalışmaq lazımdır. Həmin sətrə baxsaq buradakına 1, 4, 5 var. 2, 3 və 6 çatışmır. Hələ ki 2, 3 və 6-nı yaza bilməyəcək deyə onu da saxlamış oluruq bu hissədə. İndi baxın bu sütuna baxaq. 1 var, 4 var, 2 var. 3, 5, 6 çatışmır. Yenə 3, 5, 6 çatışmır. Baxın, mən bura 5 yaza bilmərəm. Blokda 5 var deyə bura 5 yaza bilmərəm. Sütun daxilində 5 avtomatik düşəcək bura. İndi 1, 4, 5, 2 var. 3-dən 6 çatışmır. Birini 3 yazmalıyam, birini 6 yazmalıyam. Hələ də yaza bilmirəm, çünki bu da bir ehtimala getmiş olur. Ona görə saxlayıram. Gəlin görüb bu bloku yaza bilirikmi? 1, 2, 4, 5 var. Yenə 3-dən 6 çatışmır. Yenə də saxlayıram, çünki buradan irəli getmək heç bir halda olmayacaq. Avtomatik artıq 5-in qiyməti çıxdı. Daha doğrusu B-nin qiyməti çıxdı. Baxın, məndə burada sətirdə 1 var deyə bu bloku indi fərqləndirəcəm ki, tam aydın başa düşəsiniz nə demək istədiyimi. Burada 5 var deyə sətirdə mən bura 5 yaza bilmərəm. Sütunda burada 5 var deyə bunlara 5 yaza bilmərəm. 5 avtomatik blok daxilində hara düşəcək? B hərfinin yerinə. Aha. 5-i tapdıq.
Biraz işimiz asanlaşdı artıq. İndi gəlin 5-i başqa yerlərə yerləşdirməyə çalışaq. 5-i başqa hara yerləşdirmək lazımdır? Baxın, mən bu sətr daxilində blokun içində bir yerə 5 yazmalıyam axı bu blokun içində. Deməli, sətr daxilində buralara 5 yaza bilmərəm. Burada 5 var deyə bura 5 yaza bilmərəm. 5 avtomatik düşəcək bura. 5-i burada yerləşdirdik. İndi keçirik fərqli bir yerə. Başqa hara qaldı? Deməli, başqa qalıb bizdə hansı blok? Ən aşağıdakı blok qalıb ki, oraya 5 yazmamışıq hələ ki. Baxın, mən burada 5 var deyə bura 5 yaza bilmərəm. Burada 5 var deyə yeni yerinə 5 yaza bilmərəm. 5 avtomatik düşəcək bura, yeni yanına. Əla. 2, 3, 5 var. 1 ilə 4 çatışmır. Baxın, mən indi diqqətlə baxın, 1 də var əslində. 4 ilə 6 çatışmır. 4 ilə 6-nı yazmalıyam. Bunun 1 ilə 4, 1 ilə 6 yazmalıyam. Hələ ki, ehtimaldır deyə saxlayıram, yazmıram. Keçirəm fərqli bir nüansa. İndi baxın bu sütuna. Burada 1 var, 4, 5 var. Çatışmayanlar nələrdir? 2-dir, 3-dür və 6-dır. İndi gəlin baxaq. Baxın, 2, 3, 6 çatışmır. Mən bura 6 yaza bilmərəm, blokda 6 var. Bura 6 yaza bilmərəm, blok daxilində 6 var. Deməli, avtomatik 6 düşəcək bu sütuna. Tam ortaya. İndi 1, 6, 5 var. 2, 3, 4 çatışmır həmin sətirdə. İndi diqqətlə baxmış olsaq, baxın bu sətirdə, bu hissədə 2, 3, 4 çatışmır. Bura 4 yaza bilərəmmi? Yaza bilmərəm. Çünki sütunda 4 var. Əla. Daha sonra bura 4 yaza bilmərəm, çünki blok daxilində 4 var. 4 avtomatik düşür bura. 4-ü yazdıq. 1, 4, 5, 6 var. 2 ilə 3 çatışmır. Mən bura 2 yaza bilmərəm, sütunda 2 var. Bura düşər 3. Bura düşər 2. Deməli, A, B, C, D və Y-ni axtarırıq. A-nın qiymətini tapdıq 3. B-nin qiymətini tapdıq 5. İndi keçirik digərlərinə. Artıq yavaş-yavaş doldurmuşuq demək olar ki, baxın indi yuxarıdakı bloka 1, 2, 4, 5, 6 var, 3 çatışmır. Buraya yazdıq 3-ü. 1, 3, 4, 5 var, 2 ilə 6 çatışmır. Bura 2 yaza bilmərəm. Üstündə var, 6 düşür onsuz bura avtomatik. 6-nı yazdıq bura, 2-ni yazdıq bura. Deməli, 1, 3, 2, 5, 6 var, 4 düşür bura. 4-ü bura yazdıq. 1, 4, 5, 6 var, 2 ilə 3 çatışmır. Hələ ki, bunu sətri saxlayırıq, yazmırıq. Keçirik indi fərqli bir yerə. Baxın bu sütuna baxaq. 2, 4, 5, 1 var. 3 ilə 6 çatışmır. 3 ilə 6 hələ ki burada ehtimal daxilində deyə saxlanmış olacaq. Ən aşağı sətrə baxsaq Y hərfi də çıxır artıq. 1, 2, 3, 5 var. 4 ilə 6 çatışmır. Mən baxın bura 4 yaza bilmərəm. Sütunda 4 var çünki. Deməli bura düşər 6, bura düşər 4. Yeni qiyməti oldu 4. 4-ü yazdıq. Növbəti bu sütuna baxaq. 1, 4, 2, 3, 5 var. 6 düşdü bura. 1, 4, 5, 6, 2 ilə 3 çatışmır. Baxın, bura 2 yaza bilmərəm. Sütunda 2 var. Deməli, bura nə yazacam? 3 yazacam. 2 düşəcək C-nin yerinə. C-nin qiyməti oldu 2. Bir dənə qaldı D. Gəlin birbaşa o bloku yazaq. 1, 4, 2, 5 var. 3 ilə 6 çatışmır. Bura 3 yaza bilmərəm. Sütunda 3 var. Bura yazıram 6-nı, bura yazıram 3-ü. D-nin qiyməti oldu 3. Deməli, cavabım nə olacaq? 35.234 olmuş olacaq. Belə bir ardıcıllıq qurmuş olduq. Artıq bütöv tamamlamağa ehtiyacınız yoxdur. Vaxt aparan sualdır. Bu tip çətinlər çox düşmür, amma imtahanı yenə də düşə bilər deyə belə çətin sudokularda bunları da mütləq işləməyə öyrənmək lazımdır. Növbəti izah videolarında görüşənə qədər hələlik.